Arpa çəkdik, burada çəkdik. İsmailinin kəndindəyik. Tokumuz hardasa 150, 170, 180 düşdü. Arpa çəkmişdik, inşallah saman çəkilir. Bak tokumuz 148'dir. Dayı tokun zayıf, biraz az. At, onu yarıma. At. Tokumuza bak, tokumuz 180 attı. Amma ona baxmayaraq üstünə iğne gələyi buradadır. Baxın, üstünə quzu ələyi qoymuşuq. O toka baxmayaraq 4 kW motor işleri 190, 191. Taba at. Tokumuz da biraz uzun məsafədən gəlir. İsmailinin at. 150, 154. Kardeş yani belə bir şey yok da 4 kW belə bir şeydən işləyə bilməz. Amma maşallah işləyir. At day at. Niye göre işləyir? 4 kW 150, 154'ten niye işləyir? Çünkü içərisinin pısaq sistemi düzgün yığılıb ki, motoru boğmur. At. Oradan atmağından bura bax. At day onu tər. 160 görürsünüz bak 158 156 aslında bu motora ziyandı 152 147 ama ona bakmayarak doğruydu da maşallah. %48 kardeş böyle bir şey yoktu. Maşallah süper doğrayır. 148 kardeş bakın 4 kW 3 mlabarot tam 3 mlabarottu. 4 tekermiş sargın ol fazla. Arpa çəkmişdik. Dayı tokun zət biraz az arpa çəkmişdik. Bu arpanı göstərirəm. Arpa deyəndə bığdamızdır. Bakın. Bu da bizim samanımızın üstündən quzu ələyi qoymuşuq. Balaca setki ilə doğradığıdır. Motorda dartınma yok, balans yok, drajener. Aslında bu toktan bu motor boğulmalıdır, ama boğulmur. Bakın. Buradan atmağımla, buradan çıxmağa eynidir. 154, kardeşim. Belə bir şey yoktur. 4 kW hələ 154'den işləməyib. Çünkü niye? Bunun